Salam əziz və hörmətli dostlar, dildaşlar, vətəndaşlar. Çox xoş gördük. Umaram ki, keyfiniz sazdır. Bu günləri yenə də başlayıram bir-iki səfə çalışacağım bu günləri bu kitabdan oxuyam. Kitabımızın adı Sümürgəçi portresi və sümürgələşdirənlərin portresi. Yazar Albert Memi Tunislidir və istimar müstəmirə haqqıdadır. Odur ki, sümürgənin mənasından çıxır, o haqqdadır. Bu kitabın biz 34-cü səhifəsinə yetişmişdik və sümürgəçiliyin aldatdığı başqa kişilərdən danışırdı. Buradan tozih vermişdik. İndi özü deyəcəkdir. Mən istəmirəm çox danışam, çox istəyirəm kitabı oxuyam. Lazım olanda da bir öz nəzərimi bildirəcəm. Ötəki insan qruplarının nə sümürgəci, nə də sümürgələşdirilən onların özəlliklərini açıqlayanda bir yanda sümürgələşdirənlər, ötə yanda sümürgəcilərlə ilişkili olaraq sümürgə toplumu içindəki somut ekonomik və psikolojik konularıdır. Burada deyir ki, geçənki bəhslər, yəni bu neçə səfədə ki, oxumuşuq buracan, deyir bunlarda insan qruplarını, insanı neçə yerə böldü da, dedi bir sümürgəçidir, bir sümürgədir, sümürgələşdirənlər əslində. Bir də yerləşənlərdən. Bunları əvvəl bunları dedi. İndi və dedi ki, bunların nə mənfəətləri var ki, bunlara işarə edəcəkdir. İndi bir ayrı qruplar başlayır. Deyir ki, nə sümürgəci, bu bir qrup, nə də sümürgələşdirənlər, bu da ikinci qrup, onların, bu olanların, yəni bu adamların özəlliklərini açıqlayanda, onların özəllik, yəni viciciha farscadır, xüsusiyyat ərəbcədir. Deyir, buradan onların özəlliklərini açıqlayanda bir yanda sümürgələşdirənlər, bir tərəfdən sümürgələşdirilən, məsələn, misal üçün, mən indi buradan bu izə təkrar eləməmək üçün fəqət deyəcəyəm. Sümürgələşdirilən türklər, sümürgəçi ya sümürgəçi fars, qurtuldu. Ona görə çox təkrar eləməyim. Ötə yanda sümürgəcilər, bir tərəfdə sümürgələşdirilən, bir tərəfdə sümürgəci, istemargər. İlişkisi olaraq sümürgə toplumu içindəki somut ekonomik və psikolojik konumlardır. Deyir ki, bunlar bir tərəfdə sümürgəcidir, bir tərəfdə sümürgələşdiriləndir. Bunu dedi. Deyir ki, bunların ilişkiləri, ilişki türkcədir, rəvabit ərəbcə, onu. Fikr edirəm ki, farsıda buna məna yoxdur. Kamil zehnimə gəlmir ki, məsələn, ilişkiyə farsıda nə mənə deyərlər, təbadül ərəbcədir, rəvabit ərəbcədir. Farscası mən bilmirəm, əgər olsa da. Deyir ki, bunların sümürgə toplumunda, sümürgə yəni o məmləkət ki, müstəmrədir, orada içindəki somut, yəni müşəxxəs, müəyyən, hətta somut daha deyim, yəni bəlli, türkcə bəlli, hətta beləsi olar, fiziksəldir, yəni somut deyəndə, məsələn, bir dənə ağac somutdur, beləsi deyim, onun üçün, yəni çox ciddi bir dəlillər. İçindəki somut ekonomik, yəni iqtisadi və psikolojik, yəni rəvani, ruhsal konumlarda, konum mövzu, mövqeyiyyətlər hətta, mövqeyiyyət ərəbcədir, konum onun türkcəsidir, konumlardır, deyir, belə bir konumları bəhs elədik. O birisi bəhsi səfərlərdə. İstemar nədir, müstəmirə nədir, istemarçı nədir, müstəmirçi nədir? Bunların iqtisadi mənfəətləri, durumları, rəvani durumları, bunları danışdıq. Ruhsal durumlarını danışdıq. Hətta orada bir ayrı qrupu da danışdıq, o da yerləşimcilər idi, mühacirlər. Mən buna da dünən gecə fikirləşirdim ki, nə cür olar bizdə, beləsi düşündüm. Kürdlər ki, gəliblər Azərbaycan torpaqlarında yaşırlar, bunlar yerləşimcidirlər. Bunlar
bizlə müqabilə eləmək üçün Farsdan tərəfdarlıq edəcəklər. Fars sistemindən tərəfdarlıq edəcəklər və onların sümürcə politikasını təyid edəcəklər. Bizim paniyonistlərimiz, onlar da ki, dedik ki, bunlar sümürcə yanlıdırlar. Yəni sümürcəçidirlər əslində. Kiçik sümürcəçi dedi bunlara. Məsələn, türklər ki, pan-farslılar, pan-iranlılar, bunlar kiçik sümürcəçidirlər. Bu da 4-cü qrup oldu. Pəs. Okey. İndi görək daha nə deyir? Burada nə deyir? Bunlar arasında ötəki güclərin yurttaşları, İtalyanlar, Tunuslu, Maltalılar asimilasyon adayları kimlər? Yəhudilər, Yəhudilərin çoğunluğu. Bunlar adaydılar asimilasyona. Yəni yeni asimilə edilmiş olanlar kimlər yeni olublar? Tunusdakı Koriskalılar, Cəzairdəki İspanyollar, bunlar da baxın, görün, bunlar da sümürcə olublar, asimilə olublar, vardır. Buradan da oxuyaq, görək nə deyir? Deyir ki, bunların arasında, yəni o qruplar iki saydı, onların arasında, yəni içində də, bu cüsü deyək. Ara da işlənir, içi də işlənir. Ərəbcə beynidir, beyin kəlməsi. Miyan da farscadır fikirlər. İçindəki, bunların arasında ötəki güclərin yurttaşları, ötəki yəni o birisi güclərin yurttaşlar, yəni vətəndaşlar, şəhərvənd farsca. Yurttaşları, yəni vətəndaşları, yurttaş deyəndə dostlar millət mənası da verir. Millət mənası da verir. Kimlər? Bunların arasında ötəki güclərin vətəndaşları ya yurttaşları kimlər? İtalyalılar, Tunuslu, Maltalılar. Baxın, iki danası vətəndaşdır burada, yurttaşdılar. Bir İtalyalılar, bir də Tunesli bunlar, Maltalılar. Asimilasyon adayları, asimilasyon, değişilmə. Türkiyədə buna bir gözəl söz işlədilir. Devrəşmə, belə bir məna taparam, yadıma düşər, onu deyərəm. Əslən, siyasi bir lüğətdir. Siyasi bir lüğətdir. Şimdi devrəşim, belə bir adı var. Söz yadıma indi gəlsə, deyərəm onu. Deyir ki, hər halda, burada bir sözdən ibarət alır. Deyir ki, vətəndaşlar var, bir də asimilə olmuşlar var. İndi asimilənin manqurtla fərqi vardır. Manqurt şikəncə əsasında, çox təhq qalmaq əsasında, kötək yemək əsasında, təhqir olmaq əsasında və fiziksel beyninə bir oyun gəlir beyninin üstünə, oradan değişilir. Hipnotizm bunlardan biri ola bilər. Məsələn, adamı bir şərt etsən, bunun beynini değişdirəsən, baxışını değişdirəsən, bu olar asimilasyon. Sürəti də az olar. Şikəncə olmaz. Hər halda, deyir ki, bunların arasında ötəki güclərin yurttaşları, asimilasyon adayları kimlər? Yəhudi çoxunluqla. Çoxunca Yəhudilər də asimilasyona adaydılar. Aday nə deyək? Dedik ki, kandid deməkdir ingiliscə. Aday türkcəsidir. Məsələn, bir nəfər məclisdə kandid olur, aday olur. Budur. Əlbəttə, türkcədə aday, məsələn, bir qızı istəyənlərin hamısı aday hesab olur. Qız adaydır, istəyənlər əlbəttə. Qız adaydır, neçə istəyəni var. O cürsi deyək. Ərz edeyim ki, deyir ki, yeni asimilə edilmiş olanlar, kimlər yeni asimilə olublar. İndi asimiləni də bəlkə özü açacaqdır, daha özünün mənasını biz onu. Tunesdəki, Tunes takı, beləsi yazıbdır, Koriskalılar, Koriskalı milləti, onlar da yeni asimilə edilmişdilər. Diqqət buyurursunuz. Cəzairdəki kimlər? İspanyollar. İspanyollar ki, Cəzairdədirlər, onlar da
Fransız danışırlar, asimilə olublar, Fransızca olublar. Bunlar deyir ki, yeni adaylardılar. Vardı, tamam, buradan bildik. Bunlara sümürgələşdirilənlərin arasından seçilən yetkə təmsilcilər də əşlənə bilir. Deyir, bu üstəki saydıq kimlərdilər, asimilasyon olublar, ya asimilasyona adaydılar filan. Deyir, bunlara kimi də əkləmək olar. Əkləmək yəni əlavə. Əlavə ərəbcə sözdür. Ək onun türkcəsidir. Beizafə yerinə də hətta bunu işlədə bilirik. Pəs əkləmək ona görə dedi. İndi deyir ki, bunlara, yəni bu qruplar ki, üstə saydı asimilasyona gedirlər. Buracan asimilasyonu deməmişdi. Baxın, qabaqçı bəhslərdə ki, oxuduq buracan, sümürgə nədir, sümürgəçi nədir, kiçik sümürgəçi nədir, bunları ki, oxumuşduq. Bunların heç birisində asimilasyondan danışmamışdı. Bu birinci dəfədir ki, burada asimilyon məsələsini ortaya çıxadır və bunların nümunələrini verir. Asimilasyon dostlar, mən burada bir xırda deyim. Asimilasyon asimilə olmaqdan gəlir. Asimilə olmaq yəni hər kəsən öz əslin, nəcabətin, varlığın, tarixin, dilin itirir və kilas bilir o birisilərinkinə getməyi. Diqqət bilin, asimilasyonda bir şeyi siz kilas bilirsiniz. Niyə? Çünki sizinki təhqir olur. Mən buna bu günləri bir lüğət tapdım. Siyasi olaraq işlədək bundan bizə. Rəsmən bunlar təhqir olurlar. Dövləti və sistematik təhqirə məruz qalırlar. Bundan dolayı ki, bu təhqirdən qaçsınlar, qaçırlar o kilasa ki, fikirlər, o dilə, o tarixə, o təməddünə, o milliyyətə ki, fikirlər, onun kilası var. Bu şeydir. Və sonra özlərin, diqqət buyurun, özlərin və öz millətlərin o cür ki vardı görmürlər, fərqli görürlər. Deyəndə deyir ki, niyə məsələn deyək ha, niyə onlar təyyara düzəldə bilirlər, biz düzəldənmirik? Yəni, ya məsələn birdən onlarda məsələn deyək ki, Rusiyədə məsələn dava vardı, bu davanın tərəfdarı olurlar, gəl Rusca olsa məsələn. Amerika məsələn Əraqa həmlə edir, bu da Amerikanın tərəfdarı olur. Əgər Amerika tərəfdarı olsa. Yəni, bu türlü bir asimilasyon budur. Yəni, heç vaxt demir ki, mənim millətim məsələn niyə acdır, niyə bahalıqdır, niyə işsizlikdir, niyə köçür. Hər halda çox tozih verməyim. Deyir ki, bunlara sümürgələşdirilənlərin arasından seçilən yetkə sözü də burada, yəni qüdrətli bir adam, yönətən bir adam, müdür, sahibi qüdrət, beləsin, qüdrət sahibi. O arasında, yəni sümürləşdirilənlər, dedik Azərbaycanlıların arasından, onlar bir məsullar seçirlər ki, onların gücü var, bu məsələn Türk adına, təmsilcilər, nümayəndələr, onları nümayəndəlik edir. Yəni, farsları nümayəndəlik edir Azərbaycanda. Bunlar nə mənədirlər? Əklənə bilir. Bunlar əlavə ola bilər. Pəs, bunlar da əlavə ola bilər. Onlar ki, qüdrət sahibi, türklər amma qüdrət sahibidirlər, amma farsın xidmətindədirlər. Ustandar, fərmandar, müdir, kul, şura, şəhər nümayəndə, məclis, bunlar hər kəsi desəz. Ya onların təmsilcidirlər burada. Müdiri kollular, ustandar, bəxşdar filan. Bunlar da onların təmsilcisidir. Yəni, onları dövlətin nümayəndəsidir burada. Dövlətin işlərini burada qabaq aparır, Fars dövlətinin. Onlar nə mənədirlər? Sümürgə adayıdırlar. Onlar brainwash olacaqlar. Onlar gərək o dövlət ki, buna iş verir ki, sən ged Azərbaycanda mənim işlərimi gör, idarədə işlə, bu gərək ona sabit eləyə, türk də olsa, gərək sabit eləyə ki, mən sənə tay düşünürəm, hətta səndən də biraz qabaq deyəm. İtalyanlar və ya da Maltalılar öyle yoksuldur ki, onların ayrıcalıklarından söz etmək saçma görünə bilir. Deyir ki,
Tunes'te yaşayan İtalyalılar, diqqət buyurun. Orada Tunesin və Əlcəzairin sümürgəçisi şeylərdir, Fransəlilərdir. Diqqət, bununla belə ki, İtalya özü sümürgəçidir, amma Əlcəzairdə və diqqət buyurun, burada gücün və dövlətlərin savaşını görəcəksiniz. Deyir ki, Əlcəzairdə yaşayan İtalyalılar və Maltalılar. Bunlar ikisi dövlətdirlər əslində də, bunlardan deyir. Bunların deyir ki, bu cümləni oxuyayım, sonra tövsif verim. Deyir ki, İtalyalılar ya da Maltalılar öyle yoxsuldular ki, yoxsul demək bizdə yoxsul deyirik da, yoxsul. O Türkiyədə yoxsul deyirlər. Elə yoxsuldular ki, elə yoxsuzdular, elə fəqirdilər ki, elə əlləri boşdur ki, onların ayrıcalıqlarından söz etmək, onlara olan təbizlərdən söz etmək, ayrıcalıq deyil, təbiz, ayrıcalıqlardan söz etmək, danışmaq yəni, saçma görülə bilər. Bu bir əhməqanə, səfih bir iş. Bir səfihlik gələr ki, biz deyək ki, onlar o qədər vəziyyət xərabdır ki, biz onlara görə danışaq, deyək ki, onlar ayrı seçkilikdadırlar. Diqqət buyurun. İndi bunu istirdim deyə. Baxın, indi Tunesin məsələsində və Əlcəzairin məsələsində iki dənə məmləkətdən diqqət edək. Biri İtaliyadır, özü sümürgəçidir, biri Fransədir. İndi Fransənin müstəmirətlərində, sümürgələrində İtalyalar yaşılırlar, Maltalılar yaşılırlar. Bu İtalya, üzrüstən Fransa İtalyalılarla düşmən olaraq o qədər bu İtalyaları sümürgədə zəif saxlayıb, bunlara təbiz eləyib ki, bunlardan deyir ki, bunlardan danışmaq bir məsxərə bir şey görünür. Yəni səni məsxərə elərlər ki, onlara görə nəyə danışırsan? Hindistanda məsələn bunun nümunəsi o şeydir, deyirlər ki, untouchables. Onlar ki, bilmirəm farsçaya nəyə tərcümə olmuşdu, bunu yaxşı bilirdim. Yəni bunlara əl gərək vurmayasın, bunlar o qədər kəsib bilirlər. Milyarderlər var, amma deyir ki, bunlar untouchables, bunlara əl vurulmayacaqdır. Tamam. Bu qədər cəlbə şey. Yəni onlara sən adam hesablamırsan ki, onun üstündə bəhs eləyəsən. Elə bir yaxşı siz istəyirsiniz ki, heyvanlara biz yük çatırıq, onları minirik, onları istifadə edirik, işə çaparırıq filan və həmin yeməklərini veririk, vermirik. Deyir ki, əsən siz gələsiniz ki, ayrıcalıq var burada heyvanlar üçün. Deyirsən bunu desə sizə gülərlər də, bunu istədi desin. İndi bunun tərsi də ola bilər. İtalyanın sümürgəsində də Fransəlilərə bu oyun gələ bilər. Diqqət buyurursunuz. Çünki sümürgədə o birisinə icazə verməyəcəksən, düşmən güclənə. Bunu diqqət buyurun. Burası o iki dedim mühümüdür, burasıdır. Fransəlilər İtalyalıları sümürgələrində o qədər zəif saxlayırlar ki, birdən bunlar güclənərlər, bir inqilab elərlər, bu məmləkəti bizim əlimizdən çıxadarlar. Ya da ki, İtalyalılar bunların gücünə dayanaraq gələrlər, buranı işğal elərlər. İndi dəqiqən bu format bizim İranda da gedir. İndi görək daha nədir? Bununla birlikdə yoxsul olsalar belə ehtiyac duyduqlarında onlara üzərində düşünmədən verilən küçük kırıntılar onları farklandırmaya sümürgələşdirilənlərdən hatırı sayılır, ölçüdə ayırmaya katkıda bulunur. Diqqət buyurun, nə dedi? Dedik ki, Fransa sümürgəsində İtalyalılar çox fəqirdirlər. Amma burada bir şey gətirir. Deyir ki, bu söz çox önəmlidir. Deyir ki, bununla birlikdə, bununla belə yəni, yoxsul olsalar da, bu İtalyalılar ya o Maltalılar bu qədər yoxsul olsalar da belə, ehtiyac duyduqlarında, yəni sümürgə o Fransəlilər, ehtiyac gördüklərində, hiss elədiklərində, ehtiyacları var ki, bu İtalyalıları, bu Maltalıları aparırlar savaşa. Diqqət buyurun.
Ehtiyac duyduqda, yəni o zaman ki, hiss edirlər ki, bunlara ehtiyacları var. Fransəlilərin, bu İtalyalılar, bu Maltalılara ehtiyacları var. Onda deyir, nə edir? Üzr istəyirəm. Ehtiyac duyduqlarında onlara üzərində düşünmədən verilən küçük kırıntılar, deyir ki, düşünmə, onlara bir küçük kırıntı çörəyin ki biz yiyirik ha, məsələn bir düyü yiyirik, qaşığımızdan tökülür, ağzımızdan tökülür yerə. Buna kırıntı deyərlər. Yəni çox kiçik bir şeylər. Diqqət buyurun. Deyir ki, ehtiyac duyduqlarında o zaman ki hiss elədilər ki, onların köməyinə, adamlarının ölmağına ehtiyacları vardı, özlərinin sərbazları az ölsün məsələn. Deyir, onların üzərində düşünmədən, deyir, düşünməzlər ki, əsla düşünmədən onların üzərində verilən küçük kırıntılar, onların düşünmədən onlara bir kiçik imtiyazlar, kırıntılar çox cüz'i, çox az, miskal, zərrətün miskal deyir, ha Quranda o cüz'i. Deyir ki, bunlara çox kiçik bir, nə mənə verərlər? Kırıntılar verərlər. Onlara nə olar? Onları farklılaştırmaya, onlara bir kırıntılar verərlər ki, o İtalyalılar Fransa sümürcəsində fərqli görülsünlər. Farklılaştırmaya, yəni onları fərqli göstərməyə çalışsınlar. Biz sizə güvənirik, siz gəlin savaşın filan bəhman. Ya sümürcələşdiriləndən, bunları sümürcələşdirilənlərin, yəni Əlcəzairlərdən ya Tuneslərdən, sümürcələşlərdən hatırı sayılır ölçüdə ayırmaya katıla bulunurlar. Deyir ki, sümürcələr onlara bir qırıntılar verməklə İtalyalılara, Maltalılara, onları Əlcəzairlərdən, Tunislərdən, yəni sümürcədən daha farklı göstərə bilərlər. Diqqət buyurun. Deyərlər, yəni biz siz İtalyalısınız. Sizin diliniz var, imperatorunuz var, falanınız var. Necə ki, bizə də İran, Azərbaycan sərə İran əsdir. Dedilər, minəcəklər. O bir qırıntıdır. Yəni o İran, Azərbaycan səri İran əst. Bu bir qırıntıdır bizə verirlər. Bir üstünlükdür verirlər orada. O birisinə görə, məsələn. Deyir ki, nə mənə bizdən su istifadə eləmək üçün öz amaclarına ehtiyacları olduğu, indi məsələn başlayıblar. Neçə gündür? Çünki istəyirlər Pakistanın, Əfqanistanın və Türkiyənin əleyhinə bir savaşlar salırlar. İndi başlayıblar bizi şişirtməğa. Bir qırıntılar verirlər. İqtisadi qırıntı vermirlər özdə. Hamısı nə mənə qırıntıdır? Rəvani, cəng rəvanidir. Deyir ki, hatırı sayılar, yəni bir ərzişli ölçüdə ayırmaya katkılı onları bir əndazədə onları sayıla bilər də. Yəni bir əndazədə ki, gözə gələ bilər eləmə, bunları elərlər, gətirirlər üstə. Sümürcəçilərdən üstə, sümürcələşdirilənlərdən üstün tutarlar. Tamam. Dedi ki, sümürcə kitlələrində, kitlə tudə deyirlər İranda. Bir toplum var dostlar. Toplum, məsələn deyək, Türk toplumu dünyada. Bu bəllidir. Hər yerdə Türk olsa, Kanadada, Amerikada, Avustraliyada, Türkiyədə, İranda, Azərbaycanda, Türkmənistanda, Rusiyada, hər yerdə olur olsun, bu Türk toplumudur. Tamam. Bir də məsələn deyir ki, Təbrizdə ermənilər. Bu da erməni toplumudur. Təbriz erməniləri. Bu da Təbriz erməni toplumundan danışır. Bir də deyir ki, Farsça deyirlər tudə. Burada dedi nə mənə, bu əgər sözü itirdim mən, kitlə. Kitlə nə deməkdir? Bunu istəyirəm salam. Futbola gedən adamlar, biri döktür ola bilər, biri mühəndis ola bilər, biri müdiri kollu ola bilər, biri vəziri ola bilər, biri başmaqçı ola bilər, biri ustad danışqah ola bilər, biri müəllim ola bilər, yüzü danışamız ola bilər, karicər, hər şey, yəni heç kəs burada əslinə dursan, o bir-birinə çox bənzər yoxdur. Bu kitlədir.
Amma orada futbol bunlara bir ruh verir. Bunların hamısını birləşdirir. Hamısını birləşdirir. O futbol. Məsələn, traktorda gedirsiniz, bunlar indi müəllim də orada deyir, müəllimlər etisab eləyəcəklər, bazar etisab eləyəcək, heç kəs etməyəcək, xarici etisab eləyəcək, heç kəs etməyəcək. Amma o traktor ruhu orada onlara bir ruh verir. Buna deyirlər kitlə. Onları hərəkətə gətirə bilər. Dünyada da bu hüquqi bəhsidir ki, əcəba bunları mücazat eləmək olar ya yox. Çünki bunlar bir ruh bunları hərəkətə gətirir. Adamlar özləri deyil. Bu ustad danışıq ola bilər. Məsələn, səndəli alır, vurur başının yerinə. Məsələn, söyüş verir. Qol yiyir, məsələn, ya qol vuranda, məsələn, ya tərəf, məsələn, bizə qol vurur, ona bir söyüşlər verir. Deyir ki, bu nə cür ola bilir? Bu kitlədir. Çünki orada bir vəziyyətdədirlər ki, orada heç kəs özü deyil. Orada hamının, rahpeymalıq, indi deyək ki, məsələn, bir rahpeymalıq olacaqdır. Xaricilər rahpeymalıq eləyəndə bu toplumdur, işçilər toplumu. Müəllimlər çıxsalar çölə etiraza, bu müəllimlər etirazıdır, toplumdur. Amma indi məsələn, hamı aclığa çıxır xiyabana, bahalığa çıxır xiyabana. Bu nədir? Bu kitlədir, tudədir. Bunları nə müttəhid eləyib, bir eləyibdir? Bunlar aclıq, bahalıq. Bunlar xiyabana çıxsanda, bunlar təhbətək xiyabana çıxsa da heç kəs bancı dağıtmaz, polisi vurmaz, maşını yandırmaz, idarələri sındırmaz, filan bunları eləməz. Amma indi ki çıxıblar, bunlarda bir ruh vardı ki, bu heç birisində təkbət yoxdur, amma hamısında var. İndi hamılıqda bunlar polisə həmlə elərlər, maşınları yandırarlar, od vurarlar bahları qarət elərlər, filan. Bəhman bu kitlənin belə bir ruhu var. İstədim bu fərqi biləsiniz ki, tudə farsca, kitlə türkcə, bilmirəm də ki, ərəbcəsi nədir sizə, mən bunu deyəm. Tamam. Dedi ki, sümürcə kitlərlərindən az çox avantajlı olsalar da, onlarla sümürcələşdirilən arasında tarzında ilişki kurma eylemlerindendir. Eğilimindədir. Beləsi. Mən bəzən bu feillər uzun olanda oxumağını da başarmıram, dilim düyün düşür. Deyir ki, hər halda bu sümürcə kitlələri, dedik, sümürcə indi olardılar ki, Azərbaycanlılar. Bunlarda ayırmır insanları. Hamısı birlikdə. Bunlar sümürcə kitlələrinin az çox avantajı olursa, əgər bunların bir avantajları, avantaj imtiyaz, üstünlük olursa az çox hara getdik, itirdim. Avantaj olursa da, yəni olsa da, onlarla sümürcələşdirilən tarzında ilişki kurma, ki, sümürcələşdirilənlə sümürcəci və sümürcələşdirilən arasında ya tarzında, yəni onların şeyində ilişki kurma, rabitə qurmaq, ilişki qurmaq eyləmindədirlər, hərəkətindədirlər. Deyir ki, bunlar əgər istemarçı Tehran bunlara bir imtiyaz verirsə də sümürcələşdirilənlərə, yəni türklərə İranda, bunu deyir ki, bir amac axtarırlar, bir eyləmdə, eyləm yəni bir bir əməliyyatdadırlar. Eyləm əməliyyatdır. Nə tür əməliyyatdır? Rəvani əməliyyat və nizami əməliyyat ola bilər. Bir əməliyyatdadırlar bunlar. Bəs, əgər sümürcəçi və sümürcələşdirilənlərə bir imtiyazlar vermiş olursa, o deyir bundan ötürdür ki, bunlar bir əyləm, əməliyyat tərrahlıq edirlər. Diqqət buyurun, əgər gəlir Azərbaycanda deyir ki, sizin diliniz rəsmi olacaq, Urumuz gölü nəcat tapacaqdır. Deyir ki, bu bir əməliyyat rəvani ya bir vaqei bir əməliyyat üçün bunu istədirlər. Nə mənə sizin rəyinizi almaqdan ötürü. Sizdən ötürü deyil. Diqqət buyurun, bunu istədi desin. Tamam. İndi ondan sonra gedək, davam verək. Deyir ki, sümürcə toplumunda
onlarla aynı rol sahip olmadıkları için onlardan her biri kendine yararlı. Diyor ki aynı zamanda, eyni halda ki onlara bu bir imtiyaz verdi şeylərə, bir bərnaməsi olanda istir onlardan istifadə eləsin. Dedik məsələn İtalyalılar, bizdə yenə Azərbaycanlılara bir imtiyazlar verir. Deyir ki, eyni zamanda o zamanda sümürgəci qrubu, yəni farslar, sümürgəci qruhu, yəni denk düşmədikləri için. Deyir ki, sümürgələşdirilən denk düşməz. Tərazını fərz edin, denk geri ola. Əgər sümürgəci burada, yəni çox ağırdır da tərəfi və biz buradayıq, yəni çox yüngülük, ya deyək o buradadır, biz aşağıdayıq. İndi denk düşmədik hər halda. Yəni onlar hər halda hər şey farsların əlindədir. Mən yenə də itirdim, dedik ki, denk düşmədikləri için, olmadıkları için sümürgə toplumunda, yəni Azərbaycanlılarda onlarla aynı rol sahip olmakları için, olmadıkları için deyir bizim onlarla, yəni sümürgəçi ilə sümürgənin aynı rol, iş, mövqe və rol baxın indi savaşa gedəndə də onlar fərman deyirlər, biz sərbazıq. Bu da roldur da. Deyir ki, rol yəni mövqeiyyət, işdə bir mövqeiyyət, idarədə bir mövqeiyyətə rol deyir. Biz İranda nəqş deyirlər buna, nəqş. Biz də yer deyirik. Deyirik, adamların yeri bir deyil. Deyir ki, aynı rola sahip olmadığına göre ne olacaktı? Olmadıklarından için onlardan her biri kendince ayrılır. Deyir ki, onlar özləri, hər biri, yəni hər bir müstəmirəçi və şey bir-birindən ayrılarlar. Mən bilirəm ki, mən Farsimi deyiləm. Bu, deyir, bunları ayırar. Tamam. Getdik səhifənin 3-cü paragrafın və son paragrafını oxuyaq. Uzun paragraflar var dostlar. Oxuyacaq bunları, umarım ki 2 səhifəni oxuyaq bir saatda. Bütün bu nüanslar, nüans dostlar, mən bu günləri mənasını bildim, hiç bilmirdim. Təfavut, fərqli olmaq nüansıdır. Fikir edirəm ki, Türkçə söz deyil. Fikir edirəm. Amma bəlkə də Türk sözdür, mən bilmirəm ona görə. Bütün bu nüanslar onların sümürgə yaşamıyla ilişkilərinin analizində kolayca anlaşılabilir. Deyir ki, tamam bu təfavutlar ki, görürsünüz bizə bir çiçik bir şeyler verdiler, kırıntı. Deyir ki, bütün bu nüanslar, təfavutlar onların sümürgə biz Güney Azərbaycanlılar, Türklər, Qəşqailər, Türkəmənlər sümürgə yaşamıyla, müstəmirə ya sümürgə yaşamıyla, həyatıyla ilişkilərinin analizində, bu ilişkilər, rəvabitin analizində, onları təhlil eləməkdə, onları açıqlamaqda kolayca anlaşılabilir. Bu kolayca anlaşılır. Deyir, biz bunların rəvabitin, rabitələrin, ilgilərin, Farsla Türkün ilgilərin araşdıranda kolayca bilirik ki, bunlar təfavutlar nədir? Nüansları baş taparıq. Tunusdakı İtalyanlar hukuksal və yönetsel ayrıcılıkları yüzünden Fransızlara hep əmrənmişsə də, diqqət buyurun, bu imrənmiş üzrəm. İmrənmişsə də sümürgələşdirilənlərdən daha iyi bir durumda durumdadırlar. Genə də. Diqqət buyurun, burada bir söz dedi. Deyir ki, burada şu sözlə üstəki söz mən ya pis düşündüm ya da ki, deyir ki, İtalyalılar, diqqət bu, indi bura calib söz deyir, amma deyir, Tunisdəki İtalyalılar ki, vardılar və Fransəllər onları aşağı saxlırlar. Deyir, bunların hukuksal, yəni qanun üzərə
qanunda, ha belə yönetsel idarə müdürlüyündə, idarələrin müdürlüyündə, müdüriyət də ərəbcə sözdür, ayrıcalıqlar üzündən, bu təbiz üzündən, təbizə görə fransızlara, İtalyalılar həmişə Fransəlilərə nə olurlar? Həmişə hüquqsal olaraq qanuni və mən yenə elə bir qeyd etdim oldum, dalıya qeyd etdim, bəli. İbrənmişsə də əgər onlara həsadət, cicik, həsadət ərəbcə sözdür, onun türkçəsi cicikdir. Əgər cicik də eləsələr, deyir ki, nə olur? Deyir ki, İtalyalılar Fransəlilərə cicik elirlər. Çünki hüquqsal olaraq qanunda və ha belə idarə müdiriyyətində üstündülər onlar, yəni şeylər. Fransəlilər İtalyalıların üstündülər. Ona görə cicik elirlər, həsadət elirlər. Deyir ki, bu cür olsa da sümürgələşdiriləndən daha iyi bir durumdadırlar genədə. Deyir, genədə bu İtalyalılar sümürgələşlərdən, yəni tonestlərdən, Azərbaycanlılardan daha üstündülər. Bunu istədi deyə. Dedi, üstə də bunu dedi ki, İtalyalıları aşağı saxlırlar. Və bu dedi ki, İtalyalıların haqqında danışmaq olmaz. Yəni, danışsa şey olar. Da görün ki, o sümürgəlilər nə qədər aşağıdır. Yəni, indi diqqət buyurun, məsələn, Təbrizdə ermənilərin mədrəsəsi var. Tehranda, Urmiyədə, İsfahanda, hər yerdə mədrəsələr var. Türklərin mədrəsələri yoxdur, dilləri qaçaqdır, özləri də qaçaqdırlar. Danışqahları var, İranda danışqahda erməni dərsi oxurlar ermənilər, istəsələr. Bizim yoxdur. Yəni, biz sümürgələşmişik. Ermənilər bizdən üstündülər. Amma deyir, ermənilərlə farsların arasında bir riqabət var. Bu riqabətdə həmişə bu ermənilər farslara bir ciciklik elirlər. Amma görürük ki, bu yoxdur. Türklərə ciciklik elirlər. Çünki çox azdılar. Çox az olduqları üçün farslara yapışıblar. Farslardan aslanıblar. Daha. Uluslar arası yasalara və durumu diqqətlə izləyən ana yurdun, üzrsə mən qatmayayım bunu, ana yurdun sürəkli gözətimi altında aşırı diqqətli bir konsolosluqla korunurlar. İtalyalılardan danışır. Deyir ki, İtalyalıların vəziyyətinə baxın. Deyir ki, İtalyalılar Əlcəzairdəki Fransəlilərin müstəmirəsində yaşırlar və onları Fransəlilər aşağıya gətirirlər. Hərdən onlara bir qırıntı verirlər və onları yer sahiblərindən daha üstün tuturlar və bunlar ciciklik elirlər Fransəlilərə. Çünki hüquqsal olaraq qanunda və iqtisadda və hər yerdə deyək ki, müdiriyyətdə bunların İtalyalıların əli azdır. Bunu istirdim deyə. Deyir ki, uluslararası qanunlar, yasalar, qanunlar. Uluslararası, yəni beynəlmiləl. Ulus, millət. Uluslar arası, millətlər arası, yəni olur beynəlmiləl ərəbcə. Uluslar arası yasalara görə və ha belə durumu, vəziyyəti, yəni İtalyalıların durumun diqqətlə, yəni kontrola alsa, gözləri üstündə olsa, diqqətlə izləsə konsolos o dövlət məmuru ki, gəlib deyib, məsələn, Əlcəzairdə o zaman Fransənindir, deyir, Fransa dövlətinin sümürgəsində bir konsolosluq qoyubdur, dövlət məmuru qoyubdur. Deyir, o əgər diqqətlə izləsə, baxsa, nə olar? Görər ki, konsolosluqla korunma bilər. Bunu deyir ki, bunları qorumaq olar. Əgər bir konsolosluq olsa, beynəlmiləl qanunlarla və bir diqqətlə baxmaqla eləyə bilərlər ki, bu İtaliyadakı İrandakı ermənilərin, Təbrizdəki ermənilərin haqlarını qoruyarlar. Yerlərini qoruyarlar. Diqqət buyurdunuz. Amma bizim üstümüzdə yoxdur. Tamam. Buradan da gəldik. Dedi ki, korunarlar. Bırakın sümürgeci tarafından reddedilmeyi integrasyonla ana yurtlarına
sədaqət arasında tərəddüd edən çoğunluqla onlar olur. Diqqət buyurun, bu çox bir şey dedi. Deyir ki, indi bu İtalyalılar ki, bunların hüququnda İtaliya dövləti qoruya bilər, bir dənə konsolosluğundan və qanun, beynəlmiləl qanunları göz altına tutanda, deyir ki, indi bunlar, diqqət buyurun. Deyir ki, bırakın sümürgəci. Deyir ki, Fransəlləri ötürün, Farsları ötürün, diqqət buyurun. Bırakın sümürgəci tərəfindən rədd edilməyi, deyir ki, bu rədd edilməyi Fischer'in ki, bunlar rədd etməyə, yəni bunu bırakın ki, bunlar rədd eləyəcəklər. İntegrasyon birləşmək, bir-birinə yaraşan vəziyyətdə. İntegrasyon bir-birinə yaşayan vəziyyətdə, bir-birinin içinə, məsələn, baxın, bizim bu əllərimizə, mənim əlim qərə olsa, bu olsa, integrasyon çox görsənməz. Biri ağ, biri qərə. Gözə çalar. Buna təzad deyərlər ittifaqən. Deyir, integrasyon o cürdür ki, bunlar ikisi bir əhdədirlər, bir cürdür və bir-birinə bunlar qavışa bilirlər. Bizlə fars şiə olduğumuz üçün integrasyonumuz var. Yəni, birləşə bilirik. Fars dili burada şeylərdəndir, istimarı bunlardandır. Əgər yəni onlar olmasalar, biz bunlarla rahat integrasyon ola bilərdik farslarla. Deyir ki, indi integrasyon ana yurtlarına, öz yurtlarını əlbəttə deyir. Ana yurtlarına İtaliyaya, bizlər məsələn Azərbaycana. İntegrasyon olmamız sədaqət arasında. Deyir, bu bir sədaqət olmaq ki, mən İrana çox sədaqətim olsun, inteqra olum, farslara çox farslara inteqra olublar da, yəni onlara bənzəyiblər. Ya vətənə, yurta, sədaqət arasında, ana yurtlarına, sədaqət arasında rədd edilə tərəddüd. Tərəddüd yəni şək, ərəbcə sözdür. Tərəddüd, rədd özü də ərəbcə sözdür. Deyir, tərəddüd edən. Tərəddüd dostlar, həm şəkdir, həm də gəlcəkdir. Bunların fikri bir əqəl gedir ora, mən Azərbaycanlıyam, Türkəm, bir əqəl mən İranlıyam. Bu tərəddüddür. Gedib gəlmək də inanla şək anlamı da var da, şək gelir. Buna da şək gelir, ona da şək gelir. Hangisində gedim, hangisinin mənfəətimi qorur, büzürsə. Tərəddüd edən çoxluqla, yəni əksəriyyət. Əksəriyyət onlar olur. Onlar olurlar, yəni İtalyalılar, sümürgəçilər, üzr istəyirəm. Sümürgəçilər üçün bunlardan heç kəs himayət eləmir. Bunlar o İrançılıqla Azərbaycançılıq arasında heç şəkilə qalırlar. Üstəlik, aynı Avropa kökənindən. Deyir ki, üstəlik ki, bunlar eyni Avropalıdırlar. Tunesli deyirlər. Həm İtalyalı Avropalıdırlar, həm də Fransəlilər. Üstəliklə, aynı Avropalı kökəndəndir. Deyir ki, kökən yəni kök, zoğ, rişe farsça. Biz elə kökən deyirik, kök deyirik, kökən zoğdan, aynı zoğdandırlar, yəni Avropalı zoğundandırlar. Aynı Avropa kökənindən ortaq dindən müştərək dinləri var. İtalyalıların ola hər ikisi dedik Məsihlidir, dünəndə bunu dedim. Və saysız bənzər gələnəkdən, saysız, hudsuz, bucaqsız ürfüdə, tarixdə gələnəklərindən bunlar birdirlər. Gələnəkdən gələnəkdən ələ gətirdikləri gəlmələri onları duyğusal olaraq, onları duyğu, hiss, ehsasat cəhətindən sümürgəciyə daha çox yaxlaşdırır. Deyir ki, sümürgəci İtalyalıları daha çox sümürgəciyə yaxlaşdırır. Erməniləri dediyim misal vurdum, erməniləri daha çox şeylərə yaxışdırır. Dedik, Kürdlər ki, mühacirlər Azərbaycana bunları çox nəyə yapışdırır? Çox farslara yapışdırır. Bunu istədi desin. Tamam. Yaxlaşdırır, yəni yaxınladır da, bunların mövziləri bir olur. Bunu dedik, gəldi. Dostlar, təqribən geçdik 35-ci səhvədən oxumağa. Deyir ki, bunun sonucunda, deyir bu integrasyon ki oldu, bunun sonucunda nə olacaqdır? Sümürgələşdirilənin əsla sahib olmadığı kəsin üstünlükləri vardır. Deyir ki, bununla birlikdə, yəni bunun dedik, bunun sonucunda sümürgələşdirilənin, yəni
Azərbaycanlıları. Asla sahib olmadıkları, bizim əsla sahib olmadığımız nə mənə kəsin, qəti üstünlükləri var ermənilərin, kürdlərin, Azərbaycanda ya sümürcədə. Bizim sahib olmadığımız, bizim toprağımızdır, bizim dilimizdir, bizim hər şeyimizdir. Amma erməninin dili oxuya bilir, biz oxuyamırıq. Diqqət buyurun. Niyə? Çünki erməninin bir dövləti var o tərəfdə ki, o bunu beynəlmiləl hüquqlara görə və bir də konsolosluq səfarəti var. Onun tərəfi ilə kontrol edir. Amma bizi, diqqət buyurun, biz türkləri bir-birimizdən ayırdığı üçün Azərbaycan dövləti və Türkiyə dövləti konsolosları, səfarətləri ola-ola, beynəlmiləl qanun ola-ola bizdən difa eləmirlər. Çünki Türkiyəni bizdən, bizi türkdən qırıblar. Onun üçün deyir ki, o tərəfdəki onlar Azəri deyirlər. Məsələn, deyir ki, onlar Azərbaycanlı deyirlər, onlar türk deyirlər, onlar aranlıdırlar. Ad qoyur üstünə. O surətdə nə olur? O halda bizə deyir ki, sən şeysən, türk deyilsən. Sən ondan deyilsən ki, onun səfarəti, sifarəti yaşayır ki, sən bizim vətəndaşımızsan və sən o halda ki, dünya erməni də bizim vətəndaşı, İranın vətəndaşıdır, amma onun orada erməni dili oxumaq haqqı var. O erməni dilində danışığa getmək haqqı var. Bir dənə təhqiq eləyiblər. Bu təhqiq bəlkə bir gün danışaq, amma yayılıb hər yerdə. Bu çox cəlibdir. Bir dənə təhqiq eləyiblər. Bu təhqiqin əsasında bir dənə xanım eləyibdir. Çünki ya ki, erməni dözdə, ya bilmirəm, hər nə karədir. Həm türklərdən, həm ermənilərdən təhqiq eləyibdir. Bir dənə xanım. Bu təhqiqdə görübdür ki, ermənilər evlərində danışanda %99'u erməni dili danışır. İş yerlərində danışanda %90 ermənicə danışırlar. İlla ki, müştəriləri, məsələn, türk ola, fars ola, hər nə olur ola. Yaxçı, namə yazsalar birinə, e-mail yazsalar birinə %99 erməni dilində yazırlar bir-birlərinə. Bunun tərsi Azərbaycanlılar, türklər İranda bir-birləri ilə evlərində danışanda ər-arvad uşaqlarına %70'i farsla danışırlar. Diqqət buyurdunuz? Çox utanc bir şeydir. Bunlar iş yerlərində %75'i 80'ı farsca danışır. İş yerlərində. Türklər. Və cəlib budur ki, %1'i də e-mail yazanda, namə yazanda türk dilində yazmır. Diqqət buyurdunuz nə oldu? Faciənin için görün. Pəs deyir ki, bunun sonucunda deyir, onun nəticəsində nə olur? Deyir ki, sümürgələşdirilən türklər əsla sahib olmadığı kəsin üstünlükləri vardır. Əsla sahib olmadıkları kəsin üstünlükləri var. Daha iyi iş fırsatları onlara, ermənilərə və farslara. Daha iyi iş fırsatı var. Fırsat deyirlər, amma biz bunu farsça və ərəbcə təqribən deyirik, fürsət. Fürsət ərəbcə sözdür, türkləşmişib olub fırsat. Fırsat. Daha yaxşı iş fürsətləri var sümürgəçinin sümürgələşdirilənə. Yəni bir farsın, bir türkə daha işi rahat tapar. Bir. Tam səfalət və hastalığa karşı daha çox korunmada. Deyir ki, tam səfalət, erməni, tam səfalət, fars, tam səfalətə qarşı zidd. Yəni qoymaz, kamilən bu bədbəxt ola erməni. Kamilən bu fars bədbəxt ola. Deyir ki, buna qarşı, yəni bunun ziddinə, bunun qabağında hastalığına qarşı hətta, mərisliyinə qarşı deyir ki, daha çox koruma var. Onları daha çox qoruyar. Tam səfalətə, tam xəstəliğə, tam bunu deyir ki, neynər? Qoruyar. Tamam. Daha iyi eğitim. Deyir ki, o fars dili olduğu için onun daha iyi eğitimi var. Daha iyi yani yaxçı. Bizdə də iyi sözü işlənir. Bilirsiniz ki, milə çox şey ki, düz ola, ona biz mil deyirik. Milə iyi deyirik. İyi, daha gözəl, yaxçı. Deyir, daha gözəl eğitim, yəni təlim, tərbiyyət. Təlim əlbəttə, tərbiyyətdən danışmır. Orada Türkiyədə tərbiyyət ailə işidir.
Təlim dövlət işidir. Burada tərbiyyət, çünki bunlar beynimizi yıxıyacaqlar, bizi tərbiyyət eləməlidirlər. Tərbiyyət nədir? Nə istəyirlər onlar biz gələcəkdə olaq, onu deməkdir. Təlim vermirlər. Təlimdə sizi sual soruşmağa aparırlar. Burada o yoxdur. Ona görə təlim və tərbiyyət deyirlər. Biz həm öyrədəcəyik, həm də siz tərbiyyət eləyəcək ki, nəcür olun. Daha iyi eğitim və sümürgəcinin göstərdiyi saygıya eşlik eden neredeyse saygın bir vakar. Diyor ki, dikkat buyurun. Diyor ki, o erməniləri indi burada, gəndə həman erməni misalında üstə danışdıq, onu dedik. İndi orada da İtalyalıları deyirdi. Diyor ki, və sümürgəcinin, yəni farsların göstərdikləri saygı, hörmət, ehtiram, əzizləmə, əşlik edən, bu saygıya əşlik edən bərabər gələn, ona tay, o hörmətə tay nəmənə edən, nərdəysə saygın bir vakar. Deyir ki, harda bir saygın, möhtərəm bir viqarları da var. Bir diqqət buyurun, deyir ki, o əşlik nəyə? O şeylər ki, onları dedi. Onlara tay bir viqar da bunlara verir. Viqar da yəni qurur, başucalıq. Viqar budur. Viqar qurur, başucalıq. Viqar türkçədir fikir edirəm. Qururun qabağında. Pəs nələr oldu? İş fırsatı oldu. Qoymaz. Onlar çox kasıblasın, ayaq altına düşmək, səfarət ayaq altına düşmək. Çox pis vəziyyətə düşmək, dilənmək hətta. Bu. Deyir ki, qoymaz o vəziyyətə düşsünlər, məriz olsalar onlara himayət elər. Ha belə deyir ki, onlara yaxşı təlim olar. Ha belə deyir ki, bunlara saygı göstərər və saygı qədər də bunlara qurur verər. Ermənilərə məsələn. İranda. Amma Azərbaycanlara yox. Çünki Azərbaycan sümürgələşmişdilər, sümürgədirlər. Sümürgə, topraq, sümürgələşdirən adamlar. Bunu istədim bir də burada qıssa deyim. Mütləq yəni mütləq da, mütləq anlamda toplum dışına atılmış olsalar belə, sümürgələşdirilən açısından davranışları sümürgəcininkilərlə ortaq yanlar taşır. Deyir ki, diqqət buyurun, bu da çox mühümdür. Burada da gəlir, Türkün beyninə girir, deyir ki, erməni ilə farsın arası nə cürdür? Deyir ki, Türkün zehnində anlar, yəni biz belə düşünürük onları. İndi buradan bir də əvvəldən başlayaq. Mütləq anlamda, yəni mütləq vəziyyətdə, mütləq durumda, kamil halda toplum dışına atılmış olsa da, əgər onlar, ermənilər, toplum dışına atılmış olsalar da, Fransada İtalyalılar, toplum dışına atılmış olsalar da, yəni onları görmədim tutsalar da, adam hesablamasalar da, deyir sümürgələşdirilən adamlardan ki, bizləruq, Azərbaycanlılar açısından, bizim baxışımızdan, biz də durmuşuq, baxırıq, erməni də görürük, farsı da görürük da, tamam. Deyir ki, sümürgələşdirilən açısından, bizim beynimizdən, bizim baxışımızdan davranışları, onların, yəni ermənilərin və farsların davranışları sümürgəcininkilərlə, erməninki sümürgəci farslarla ortaq, müştərək yanları var. Müştərək halları var. Ermənilər nədir? Bunun dili onun dili taydır, rəsmidir. Mədrəsəsi var. Qorunur haqları. Bizimki qorunmur. Sümürgəninki qorunmaz. Bunu istədim deyə. Buradan bunu dedim. Dostlar, bir paragraf da bu səfədən oxuduq. Bir dana da oxuyaq. Əcəl edə bilsəm, fikir edirəm ki, hala vaxtımız var. Mən bir paragrafda oxuyayım sürətlə. Qarşı kanıt. Kanıt dəlil. Deyir ki, bu ki üstə dedik, buna müxalif bir dəlil gətirək. Yəni, indi bunun qarşısın.
Bizim İranda inşa yazanda bizə belə öyrədiblər. İnşa yazanda tərif konuydu. Biz fəqət tərif elərik. Mütəəssifانə danışıqda da deyəndə məqalə yazın, fəqət otururuq bir şey fikrimizi ona görə deyərik. Burada dünyada belə deyil. Dünyada inşa ki, məsələn, uşaq ki gedir əvvəl ibtidaiyə, ona deyirlər ki, sən inşa yazacaqsan, məsələn, inşa. Ya bir dənə yazı, yəni inşa demirlər, burada deyirlər məqalə yaz. Elə uşaq ki gedir birinci klasa, ona birincidə başlayırlar, dedim də dünənləri, öz oğlumu da, nəvəmi də misal verdim ki, apozitləri öyrədirlər, ziddi bir şeyləri. Deyir ki, əvvəl öz nəzəridir, sonra da bunun ziddlərindir. Diqqət buyurun. Biz danışıqda da bu tərzidə əslən dərs oxumamışıq. Mən özümü deyirəm. Biz özümüz də danışıqda bu tərzdə dərs oxumamışıq. Bunun üçün ruznameniqarlar ziddi düşünənməzlər. İranda savadlı danışıqdan çıxan ruznameniqarlar belə ziddi düşünənməzlər. Mən indi bunu yazdım, bunun da ziddini də yazım. Əslən belə düşünənməzlər. İndi onu deyir. Deyir, karşı kanıt. İndi mən üstə bir dəlil gətirdim, onun qarşısı, ziddi, müxalifi. Sümürgəcilikdən yalnızca ödüncülərlə, sümürgəci ilə yaxınlığı ilə yarar sağlayan İtalyanlar. Üzr istəyirəm, qoyun qalsın, mən yoruldum. Görürəm ki, daha yoruldum, çəkmədim, başladım zıqqıldamağa. Elə burada qalsın, sabahları bunu oxuyarım. Sağ olun, sağ qalın, əziz və hörmətli dostlar. Yaxşı, elə vaxtda.